Salam, bugün mən sizə coğrafiya test toplusu 2025-ci il 1-ci hissə səhifə 58-dən başlayaraq bir neçə testlərin izahını verəcəyəm. Məsələ 120-yə baxaq. Digər məsələlərin izahını YouTube-a yükləmişəm. Kanala abunə olub həm məsələlərin izahına baxa bilərsiniz. Abunə olmaq, yəni ödənişsizdir. Madrid şəhərinə nisbətən, demək ki, Madrid şəhəri yerləşir 40 dərəcə şimal enliyi və 4 dərəcə şərq uzunluğu, qərb uzunluğu. Fikir verək, Madrid şəhəri 4 dərəcə qərb uzunluğu və 40 dərəcə şimal enliyində yerləşir. Demək, günəşin demək 2 saat 24 dəqiqə tez çıxdığı məntəqə ilə günəşin 2 saat 24 dəqiqə tez çıxdığı məntəqə deyirsə, deməli həmin məntəqə Madrid şəhərindən şərq istiqamətdə olacaq. Və biz 2 saat 24 dəqiqəni dərəcəyə çeviririk. Dərəcəyə çevirmək üçün biz bilirik ki, yer kürəsi öz ətrafında tam dövrəni 360 dərəcə edir. Bir sutka ərzində. Bir sutkamız 24 saatdır. Ona görə də 24 saat qurşağına ayrılmışdır. Və demək ki, 1 saata 15 dərəcə dönürsə, fikir versək, 1-ci saat qurşağı, başlanğıc meridianı, 1-ci, 2-ci, 3-cü saat qurşaqları hər 15 dərəcədən biz keçir. Fikir versək, demək 1 saata 15 dərəcə dönürsə 2 saata x. Buradan tapırıq 30 dərəcəni. Və orada 24 dəqiqə qalmışdı. 24 dəqiqəni də çeviririk. 1 dərəcə dönməsi üçün 4 dəqiqə vaxt lazımdırsa 24 dəqiqə x. Buradan tapırıq 6 dərəcə. Toplayanda 36 dərəcə. Deməli, Madrid şəhəri də 4 dərəcə qərb uzunluğunda yerləşir. Fikir verək, Madrid şəhəri deməli 4 dərəcə qərb uzunluğu və 32 dərəcə şərq uzunluğu ilə 4 dərəcə qərb uzunluğu arasında dərəcə fərqi 36 dərəcədir. Çünki ikisi də müxtəlif yarımkürələrdə yerləşir. Fikir verək, 36 dərəcə edir. Əgər 36 dərəcə edirsə, bax bu məntəqə 32 dərəcə qərb uzunluğunda yerləşir. Pekin şəhəri 17 dərəcə şərq uzunluğunda yerləşir. Deməli, burada şərq uzunluğudur. Şərq uzunluğu. Şərq uzunluğu. Deməli, 32 dərəcə şərq uzunluğu ilə 117 dərəcə şərq uzunluğu arasında dərəcə fərqi 85 dərəcədir. Və qeyd edir ki, deməli, məntəqə ilə Pekin şəhəri arasındakı yerli vaxt fərqini və bu məntəqənin yerləşdiyi saat qurşağı. Deməli, Pekin şəhəri ilə həmən məntəqə arasında dərəcə fərqi 85 dərəcədir. Biz 85 dərəcəni saata çeviririk. Saata çevirmək üçün yenə də biz 85-i 15-ə bölürük. 15-ə böləndə 5, qalıqda 10. 10 dərəcəni də dəqiqəyə çevirəndə 40 dəqiqə. Deməli, 5 saat 40 dəqiqə edər. Deməli, 85 dərəcədirsə, deməli, saat fərqi də 5 saat 40 dəqiqə olar. Və qeyd edir ki, hansı saat qurşağında yerləşir? Hansı saat qurşağında deyirsə, 32-ni şərq yarımkürəsində olduğu üçün, yəni 32-ni 15-ə bölürük. 32-ni 15-ə böləndə 2, qalıqda 2. Əgər şərq yarımkürəsində yerləşirsə, olduğu kimi saxlayırıq. Baxaq, 32 dərəcə şərq uzunluğuna. Deməli, ikinci saat qurşağının sərhədlərinə baxaq. 22,5 dərəcə şərq uzunluğu, 37,5 dərəcə şərq uzunluğu arasında qalan bütün məntəqələr ikinci saat qurşağında yerləşir. Ona görə də məntəqə yerləşir ikinci saat qurşağında. Məsələ 121-ə baxaq. 24-cü saat qurşağının orta meridianından 25 dərəcə qərbdə yerləşən məntəqədə yerli vaxtla 16:00 olarsa, Bakıda saat neçə olar?
Və Bakı biz bilirik ki, 50 dərəcə şərq uzunluğunda yerləşir. Başlanğıc meridianı 0-cı dərəcə, 0 dərəcə Qrinviç meridianı, 25 dərəcə qərb uzunluğunda saat 16:00-dırsa, 25 dərəcə qərb uzunluğu ilə 50 dərəcə şərq uzunluğu arasında dərəcə fərqi 75 dərəcədir. 75 dərəcəni də saata çeviririk. 1 saat 15 dərəcə dönürsə 75 dərəcə x buradan tapırıq 5 saat. 16:00-ın üzərinə 5 saatı gəlib tapırıq 21:00. Deməli Bakıda saat 21:00 olar. Məsələ 122-yə baxaq. A məntəqəsi ilə Bakı şəhəri eyni coğrafi enlikdə yerləşir. Bakı yerləşir 40 dərəcə şimal enliyində. 40 dərəcə şimal enliyində yerləşir. Və demək ki, eyni coğrafi enlikdə yerləşir. Demək bu 121 nömrəli məsələdir. Yox, 122 nömrəli məsələdir, düzdür. A məntəqəsi ilə Bakı şəhəri eyni coğrafi enlikdə yerləşir. A məntəqəsinin yerli vaxtı Bakıdan 5 saat 20 dəqiqə geridir. Və yenə də 5 saat 20 dəqiqə geridirsə, fikir versək, bura 40 dərəcə şimal enliyi yazaq. 5 saat 40 dəqiqəni biz çeviririk. 5 saat 20 dəqiqə. 5 saat 20 dəqiqəni çeviririk dərəcəyə. 5 saat bayaq qeyd etdik 75 dərəcə, 20 dəqiqə də 5 dərəcədir. Toplayanda 80 dərəcə. Bakı da yerləşir 50 dərəcə şərq uzunluğunda. Və qeyd edir ki 5 saat 20 dəqiqə geridirsə saatı. Deməli, Bakıdan qərb istiqamətində biz 80 dərəcə hərəkət, qərbə doğru 80 dərəcə hərəkət etmiş oluruq və çatdığımız məntəqə 30 dərəcə qərb uzunluğu olar. Deməli, 30 dərəcə qərb uzunluğunda axşam saatıdır. Və sonra qeyd edir ki, burada axşam olarsa Pekin şəhərində yerli vaxtla saat neçə olar? Pekin şəhəri yerləşir 117 dərəcə şərq uzunluğunda. 30 dərəcə qərb uzunluğu ilə 117 dərəcə şərq uzunluğu arasında dərəcə fərqi 147 dərəcədir. 147 dərəcəni də saata çeviririk. Bayaqki qaydada 147-ni 15-ə bölürük 9, qalıqda 12. 12-ni də dəqiqəyə çeviririk. Burada 9 saat 48 dəqiqə. Deməli, 30 dərəcə qərb uzunluğu ilə 117 dərəcə şərq uzunluğu arasında saat fərqi 9 saat 48 dəqiqə olar. Dərəcə fərqi 147 dərəcə, saat fərqi 9 saat 48 dəqiqə olar. Və əgər 30 dərəcə qərb uzunluğunda axşam saatıdırsa, deməli biz bir sutkamız 24 saat olduğu üçün 24 saatı 24-dən 9:48-i çıxırıq, yəni saat fərqini çıxırıq. 14-12-ni tapırıq. Saat fərqini çıxanda 24:00-dan 9:48-i çıxırıq. Burada 23:60, 9:48, 14-12 saat tapırıq. Sonra əgər burada axşam saatıdırsa 18:00-dan çıxırıq 14-12. Demək burada 14-12-ni çıxanda 3 saat 48 dəqiqə edər. Saat 3 saat 48 dəqiqə. Burada bir saat, yəni 60 dəqiqə olduğu üçün 17:60 çıxırıq 14-12 tapırıq 3 saat 48 dəqiqə. Deməli, Pekin şəhərində burada axşam saatı olanda Pekin şəhərində 3 saat 48 saat 3:48 olar. Burada doğru cavab D variantında düzgün verilmişdir. Məsələ 123-ə baxaq. Məsələ 123-də nə deyir? Miqyası 1 bölünsün 1-in 38 milyona nisbəti olan xəritə A və B məntəqələri arasındakı məsafə 24,4 cm-dir. Bu məntəqələr arasında yerli vaxt fərqini müəyyən edin.
Və biz enliyə baxırıq. Paralel 40-cı paraleldə yerləşir A və B məntəqəsi. Və ona görə də xəritədəki bu demək 1-in 35 milyona miqyası deyirsə, biz məxrəcdəki, yəni adlı miqyası, ədədi miqyası çeviririk. Bunun üçün biz baxın məxrəcdəki rəqəmi 100 minə bölməliyik. Deməli 1 santimetrdə 350 kilometr olar izahlı miqyası çevirəndə. Xəritədəki məsafə 24,4 santimetrdir. Və qeyd edir ki, həqiqi məsafəni burada tapaq. Əvvəlcə həqiqi məsafəni tapmaq üçün 250-ni biz 24,4-ə vururuq. Yəni miqyası xəritədəki məsafəyə vururuq. 8540 kilometr həqiqi məsafəmiz. Və 40-cı paraleldə hərəkət etdiyi üçün 1 dərəcəlik qövsün uzunluğu biz digər video dərslərdə də qeyd etmişdik. Burada qeyd edək. 40-cı paraleldə 85,4 kilometrdir. Yəni 1 dərəcəlik qövsün uzunluğu 85,4 kilometrdir. Buna görə də biz deməli 1 dərəcəlik qövsün uzunluğu 85,4 kilometrdir. 8540 kilometr x. Buradan tapırıq 100 dərəcə. Və aralarındakı, baxın bu iki məntəqə arasında dərəcə fərqi 100 dərəcədir. 100 dərəcədir. Və 100 dərəcəni də biz çeviririk saata. Çünki bizdən deyir ki, məntəqələr arasındakı yerli vaxt fərqi. Yerli vaxt fərqini tapmaq üçün biz 100-ü, yəni dərəcəni çeviririk saata. Çünki aralarındakı dərəcə fərqi 100 dərəcədir. 1 saat 15 dərəcə dönürsə 100 dərəcə x. 100-ü 15-ə bölürük. 6 məxrəcdə 10. 10 dərəcəni də dəqiqəyə çeviririk 40 dəqiqə və 6 saat 40 dəqiqə edər. Deməli aralarında saat fərqi, yəni vaxt fərqi, yerli vaxt fərqi 46 saat 40 dəqiqə edər. Məsələ 124-də baxaq. Qutb ulduzu 40 dərəcə bucaq altında görülən A və B məntəqələri arasındakı məsafə miqyası 1 bölünsün 8.400.000 xəritə üzərində 61 santimetrdir. A məntəqəsi 50 dərəcə şərq uzunluğunda yerləşir. A məntəqəsində günorta olarsa, ondan qərbdə yerləşən B məntəqəsində yerli vaxtla saat neçə olar? Qutb ulduzu 40 dərəcə bucaq altında görülürsə, deməli qutb ulduzda yalnız şimal yarımkürəsində olan məntəqələr qutb ulduzunu görə bilir. Yəni cənub yarımkürəsində qutb ulduzu görsənmir. Deməli ona görə də 40 dərəcə şimal enliyində yerləşir A məntəqəsi, 40 dərəcə şimal enliyində və A və B məntəqələri arasındakı məsafə, yəni ikisi də A və B məntəqələri 40 dərəcəlik paraleldə yerləşir, şimal enliyində yerləşir. Aralarındakı məsafə, yenə də miqyası, ədədi miqyası izahlı miqyasa çeviririk. 84 kilometr, 1 santimetrdə 84 kilometr, xəritədəki məsafə 61 santimetrdir və deməli həqiqi məsafəni tapırıq 5124 kilometr. 40 dərəcəlik paraleldə 85,4 kilometrdir. 5124 kilometr x tapırıq 60 dərəcəni. Deməli, A məntəqəsi 50 dərəcə şərq uzunluğunda yerləşirsə, 40 dərəcə şimal enliyi 6 dərəcə şərq uzunluğunda, 50 dərəcə şərq uzunluğunda yerləşirsə, deməli digər məntəqə ilə həmin məntəqə arasında Bakı, yəni 50 dərəcə şərq uzunluğu ilə 10 dərəcə qərb uzunluğu arasında dərəcə fərqi 60 dərəcədir. 60 dərəcədir, çünki ikisi də müxtəlif yarımkürələrdə yerləşir və qeyd edir ki, 50 dərəcə şərq uzunluğunda yerləşir. A məntəqəsində günorta olarsa, yəni saat 12:00 günorta olarsa, aralarındakı dərəcə fərqi 60 dərəcədir. 60 dərəcəni saata çeviririk, saat fərqini tapırıq 4 saat və əgər 50 dərəcə şərq uzunluğunda 12:00-dırsa, biz 4 saatı çıxırıq, tapırıq 8:00. Deməli 10 dərəcə qərb uzunluğunda saat 8:00 olar.
Və qeyd edir ki, B məntəqəsində yerli vaxtla saat neçə olar? 8:00 olar. Burada qeyd edir, deyir ki, ondan qərbdə yerləşən B məntəqəsində. Və deməli 50 dərəcə şərq uzunluğundan qərbdə yerləşən, biz 60 dərəcə qərbə doğru hərəkət ediriksə, çatdığımız məntəqə 10 dərəcə qərb uzunluğu olar və saat 8:00 olar. Məsələ 125-ə baxaq. Yeni günün başlandığı meridiandan, yeni günün başlandığı meridian deyirsə, biz 180 dərəcəlik meridiana demək baxmalıyıq. Çünki 12-ci saat qurşağından artıq qərbə doğru yeni günün başlandığı meridian qeyd olunur. Və yeni günün başlandığı meridiandan 5 dərəcə qərbdə, 5 dərəcə qərbdə, baxın 180 dərəcəlik meridiandan 5 dərəcə qərbə doğru hərəkət edirik və 5 dərəcə hərəkət ediriksə qərbə doğru 175 dərəcə şərq uzunluğuna çatmış oluruq. Və qeyd edir ki, məntəqədə yerli vaxtla saat 18:00 olarsa, müvafiq olaraq yerli vaxtı 12:00 və 21:00 olan məntəqələrin coğrafi uzunluğunu müəyyən edin. Deməli, məntəqənin biri yerləşir 175 dərəcə şərq uzunluğunda və burada hal-hazırda 18:00-dır. Digər məntəqədə saat 12:00, digər məntəqədə 21:00-dır. Aralarındakı saat fərqindən biz həmən məntəqələri tapmış olacağıq. 21:00-dan 18:00 çıxıb tapırıq 3 saat. Deməli, aralarında 3 saatı da dərəcəyə çevirəndə 1 saat 15 dərəcə, 3 saata x, buradan tapırıq 45 dərəcə. Deməli, aralarında dərəcə fərqi 45 dərəcədirsə, baxın, buradan 180 dərəcəlik meridiandan 175 dərəcə şərq uzunluğuna qədər dərəcə fərqi 5 dərəcə, 140 dərəcə qərb uzunluğu ilə 180 dərəcəlik meridianı arasında dərəcə fərqi 40 dərəcə. Toplayanda 45 dərəcəni edir. Yəni, digər məntəqə, yəni 21:00 olan məntəqə 140 dərəcə qərb uzunluğunda yerləşir. Digər məntəqə isə fikir versək, 18:00-dan çıxırıq 12:00, aralarında saat fərqi 6 saatdır. 6 saatı da dərəcəyə çeviririk, 90 dərəcə. Deməli 175 dərəcə şərq uzunluğu ilə 85 dərəcə şərq uzunluğu arasında dərəcə fərqi 90 dərəcədir. 90 dərəcədir. Və bizdən soruşur məntəqələrin coğrafi uzunluğunu. Coğrafi uzunluğu olur 140 dərəcə. 140 dərəcə qərb uzunluğu, 85 dərəcə şərq uzunluğu. Deməli, həmənki məntəqələrin coğrafi uzunluqları. Və sonuncu məsələmizə baxaq. Bakı ilə eyni enlikdə yerləşən A şəhəri ilə arasındakı məsafə 1 bölünsün 6.100.000 olan xəritədə 70 sm-dir. Bu şəhərlər arasındakı yerli vaxt fərqini müəyyən edin. Bakı 40 dərəcə şimal enliyində yerləşir. Onunla qeyd edir ki, eyni enlikdə yerləşir. Yenə də xəritədəki məsafə 1 sm-də 61 kilometr, miqyas olur 1 sm-də 61 kilometr, xəritədəki məsafə 70 sm, həqiqi məsafə bərabərdir miqyas xəritədəki məsafəyə hasili, yəni 61-70-ə vururuq, tapırıq 4270 kilometr. Bakı yerləşir 40 dərəcə şimal enliyində, ona görə də 1 dərəcəlik qövsün uzunluğu 85,4 kilometr, 4270 kilometr x tapırıq buradan 50 dərəcə. 50 dərəcəni də çeviririk saata. 50 dərəcəni saata çevirəndə 50-ni 15-ə bölürük 5, qalıq da 5. 5 dərəcəni də dəqiqəyə çeviririk 20 dəqiqə. Deməli 15-i 5-ə, 50-ni 15-ə böləndə 3, qalıq da 5. Dəqiqə ilə də 20 dəqiqə, 3 saat 20 dəqiqə olar. Deməli 3 saat 20 dəqiqə aralarında yerli vaxt fərqi vardır.
yerli vaxt fərqi 3 saat 20 dəqiqə olar. Bu da doğru cavab D variantında düzgün verilmişdir.